Qarabağda dinc Azərbaycanlıları qətlə yetirən, uşaq, qoca, qadın deməyib onlara işgəncə verən erməni məhbusları İlham Əliyev humanizm göstərərək gizlincə əfv eləyib Ermənistana göndərib. Çoxları buna hiddətlə, qəzəblə yanaşır. Mən isə pozitiv baxıram. Ona görə ki, bu hakimiyyəti yaxşı tanıyıram. Tərtərdə öz hərbiçilərin vətəni, torpağı qoruyan oğlanları işgəncəyə məruz qoyan, zorladan, eyni işləri banda dildə, qara dildə, KKB-də həyata keçirən Azərbaycan hakimiyyəti həmin o işgəncə verən erməniləri qanunlar imkan versəydi və yaxud da məsələ o qədər asan olsaydı, öz kadrlar siyahısına salıb başımızda onların da dəyənəyin sınıyardı. O cür peşəkar kadrlar İlham Əliyev rejiminin üçün göydən düşməkdi, amma saxlaya bilmədi. Trumpdan qorxdu, nə bilim ermənilərdən qorxdu, əhv elədi, getdi. Ona görə çox qəm yeməyin, əziz dostlar, hörmətli Azərbaycanlılar. Yaxşı qurtarmışıq.